Bismillahirrahmanirrahim ve bihi nesta'in ve huve khayru nasirin ve mu'in. Thumma salatu ve salam ala eşrefil enbiya'i vel mursalin habibi ilahil alemin. Seyyidina ve nebiyyina ve habibi kulubina ve şefi'i zunubina Ebil Qasim Muhammed ibn Abdullah. Sallallahu aleyhi ve ala alihi tayyibin at-tahirin ve la'netullah ala a'daihim ecma'in minel an ila yevmiddin. Esselamu aleyke ya Eba Abdillah ve alal arvahilleti hallet bifinaik. Aleyke minni salamullahi ebeden ma baqitu ve baqiyel leylu ven nehar. وَلَا جَعْلَهُ اللّٰهُ آخِرَ الْأَهْدِ مِنِّي لِزِيَارَتِكُمْ السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. Keçən gecələrdə qeyd elədik ki, Mövlamız, ağamız, Əmirül Müminin, Seyyidül Vəsiyyin, İmamül Muttaqin Ali ibn Abi Talib aleyhisselam buyurub ki, El-cemalul zahir husnus sure vel-cemalul batin husnus serire. Ağamız, Mevlamız buyurub ki, zahiri gözəllik surətin gözəlliyidir. Amma batini gözəllik isə niyyətin gözəlliyidir. İnsanın sərirəsinin gözəlliyidir. Və sərirəni də izah elədim sizə. Dedim ki, batin sözü ilə sərirə sözündə fərq var. Batin düzdür, o da batindir. Amma ola bilər ki, zahirə bir gün çevrilə. Amma sərirə həmişə batindir. Daima batindir. O sağ tərəfdən səs gəlir, elə biləm onlar təzə gələnlərdir. Çünki köynədən gələnlər artıq bilirlər ki, səs eləmək olmaz. Ola bizim məclisə təzə qonaqlar gəlib, onların xəbəri yoxdur. İnşallah hamımız riayət eləyək. Nizam intizamı. Bir salavat diye peygamber ve ali peygambere inşallah. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bəli, ağamız buyurur ki, əsl gözəllik. Gözəlliyin həqiqəti batinin gözəlliyidir. Sərirənin gözəlliyidir. Sirrin gözəlliyidir. İnsanın qəlbinin, ruhunun gözəlliyidir. Niyə görə düzdür? İslam zahirə də fikir verir. İslam demir ki, zahirdə çirkin ol, səliqəsiz ol, səhmansız ol. Əksinə, təmizlik imandandır, bunu hamımız bilirik. Körpəmiz də bilir, böyükümüz də bilir ki, təmizlik imandandır. Nizam, intizam İslamdandır, dindəndir. Səliqə, səhman İslamda önəmli məsələlərdəndir. Hətta keçən illərdə ağamız, Mevlamız Həzrəti Əli Aleyhisselamın məşhur bu kəlamını demişdim sizə ki, ağamız buyurur ki, əgər haqq nizamsız, batil nizamlı olarsa, o zaman batilin haqqa qələbə çalması haqdandır. Təkrar deyirəm, əzbərləyək. Əgər haqq nizamsız, batil nizamlı olarsa, o zaman batilin haqqa qalib gəlməsi elə haqdır. Ağamız Mevlamızın qızıl hərflərlə yazılmalı olan bu sözü bizim üçün qanun olmalıdır, bizim üçün qayda olmalıdır, bizim həyat prinsipimiz olmalıdır. Hər işimiz nizamlı olmalıdır. İslam nizama önəm verir, səliqə səhmana önəm verir, təmizliyə önəm verir. Amma deyir, bundan əsası, bundan əhəmiyyətli isə batini paçlıqdır, batini saflıqdır, ruhun paçlığıdır. Nə üçün? Niyə? Niyə daha əhəmiyyətli budur? Niyə daha əsası budur? Bu suala da Həzrəti Resulullah sallallahu aleyhi və alihi və səlləm cavab verir ki, İzə xəşəətil qulub, xədəətil ə'za. O zaman ki, ürəklərdə xuşu ola, qəlblərdə xuşu ola, o əzalarda özün göstərəcək, xuzu şəklində göstərəcək. Bizdə iki dənə söz var, biri xuşu, biri xuzu. Hər ikisi Quranda işlənib, həm xuşu, həm xuzu. Xuşu insanın batini xofdur, batini təslim olmaqdır, daxildə təslim olmaqdır. Amma xuzu isə zahirdə təslim olmaq.
Peygamber sallallahu aleyhi ve aleyh buyurur ki o zaman ki ürək təslim olsa əzalar da təslim olacaq. Amma əzalar təslim olsa o deməkdir ürək də təslimdir. Əksi həmişə doğrudur. Amma birinci həmişə doğrudur. Yəni bir insanın əgər qəlbində Allah xofu olsa, o onun gözündə də özün göstərəcək, əlində də özün göstərəcək, ayağında da özün göstərəcək, dilində də özün göstərəcək. Nə deməkdir əlində, ayağında göstərəcək? Yəni ürəkdə Allah xofu olan insan, ürəyində qəlbin xuşusu olan insan gözünə hədd qoyacaq. Nəyə baxmaq olar, nəyə olmaz. Kimə baxmaq olar, kimə olmaz. Əlinə hədd qoyacaq. Nəyi götürmək olar, nəyi götürmək olmaz. Ayağına hədd qoyacaq. Nəyi hara getmək olar, hara getmək olmaz. Niyə? Çünki əzalar qəlbə təslimdir, ağla təslimdir, şuura təslimdir, iradiyə təslimdir. Əl öz başına deyir ki, ayaq öz başına deyir ki, göz öz başına deyir ki, bunlar bütün əzalara hakim olan ağıldır, hakim olan qəlbdir, ürəkdir, ruhdur. Odur canlandıran, odur hərəkətə gətirən, odur danışdıran, odur dilə gətirən insanı. Ona görə Allah Rəsulü buyurur ki, bəli, əgər qəlb xuşu halında olsa, əzalar təslim olacaq. Amma əzalar təslim olsa, ola bilər, qəlbdə xuşu olsun, ola bilər olmasın. Ona görə əzanın təslim olması sizi aldatmasın heç vaxtı. Qəlbin xuşusu ilə bilinir iman. Qəlbin xuşusu ilə bilinir. Yaxşı. Deməyimiz nədir əzizlərim? Deməyimiz budur ki, ona görə İslam dini önəmi verir ruhun paşlığına, önəmi verir həqiqətinin paşlığına, önəmi verir sənin mahiyyətin, qəlbin, ruhun saflaşsın, sənin sərirən, sirrün paşlaşsın. O məsələyə önəm verir. Birdən də yeri gəlmişkən ki, madəm ki, mövzumuz gözəllikdir və insan gözəlliyidir, söhbətimiz budur, mövzumuz budur, bir dən də Həzrət Əli əleyhissalamın bir məşhur sözü var, onu da sizə deyim. Çünki mən görmüşəm, bəziləri bu kəlamı düzgün başa düşmür və yaxud düzgün yozmur, ona görə bəziləri düzgün başa düşmədiyinə görə hətta inkar eləyir, rast gəlib mənə. Ağamız, Mövlamız buyurur ki, uqulun nisa fi cemalihin ve cemalur rical fi uqulihim. Ağa buyurur ki, qadınların ağılları onların gözəlliyindədir. Kişilərin gözəlliyi onların ağlındadır. Təkrar deyirəm. Qadınların ağılları onların gözəlliyindədir. Kişilərin gözəlliyi isə onların ağıllarındadır. Mən bir nəfərlə söhbət edirdim, dedi ki, Həzrət Əli əleyhissalam belə kəlam deməz. Dedim, niyə deməz? Dedi, çünki burada aşağılayıb. Dedim, harada aşağılayıb ki burada? Nə aşağılama var burada? Deyir, onların ağılları gözəlliyindədir. Yəni, sonradan düzdür, mən bunu qınadım, ona izahını dedim, indi sizə də deyəcəm inşallah. Amma sonra axtarış aparanda gördüm ki, bu yazıqda təqsir yox imiş. Bizim bir alimimiz var, o alim bu hədisə belə bir dənə şərh verib ki, elə onun şərhinə qalsa, elə hamı deyər ki, bu ağa belə söz deməz. Amma o alim kimdir, onun adını çəkməyəcəm. Niyə çəkməyəcəm? 3 səbəbə görə. Birincisi, artıq dünyasını dəyişib. Çünki onun adının bilmək, bilməmək üçün bir önəmi yoxdur. İkincisi, ona görə ki, çox hörmətli alimdir, ona görə bu izahı ondan görsüz, hörmətdən düşər. İstəmirəm, hörmətinə mənim vasitəmdən xələl gəlsin. Üçüncüsü də ona görə adını demirəm ki, bizim bu günləri cəmiyyətimizdə hələ də fikir ayrılığı mədəniyyəti formalaşmayıb. Boynumuza alay bunu, hamımız boynumuza alay. Fikir ayrılığı, əzizlərim, özü bir mədəniyyətdir. Fikir ayrılığı özü bir dən gözəllikdir, özü bir dən inkişafdır. Amma təəssüflər olsun, yenə də təəssüflər olsun ki, biz insanların əksəriyyəti fikir ayrılığın düşmənçilik kimi yozur. Fikir ayrılığın nifrət kimi yozur. Fikir ayrılığın aşağılamaq kimi yozur və s. Təəssüflər olsun, çox böyük təəssüflər olsun. Və belə bir cəmiyyətdə yadınızda qalsın, heç vaxtı əqli, fikri, maarif inkişafı ola bilməz. Heç vaxtı ola bilməz. Niyə görə ola bilməz? Çünki madəm ki, fikir ayrılığın cəmiyyət qəbul eləmirsə,
Ona görə mən öz fərqli fikrimi də heç vaxtı bariz eləməyəcəm. Heç vaxtı aşkar eləməyəcəm. Deyim, onsuz da cəmiyyət hazırdır bunu qəbul eləməyə. Yox, əgər o cəmiyyət ki, fikir ayrılığı normal qəbul eləyir, o cəmiyyət elmi tərəfdən həmişə çox inkişaf eləyib. Təəssüflər olsun ki, ümumən İslam və müsəlmanlar arasında, xüsusilə biz Azərbaycanlılar arasında bu mədəniyyət hələ formalaşmayıb. Hələ formalaşmayıb. Hünərin çatır ki, bir dənə fikir dinən, onun bir adamın sevdiyi alimin fikri ilə üst-üstə düşməsin. Vay müsibətə. Səni kafir eləyəcəklər, müşrik eləyəcəklər, münafiq elan eləyəcəklər. Hələ bir belə hörmət eləsələr, deyəcəklər fasik. Elə hörmət eləsələr. Dindən çıxmış deyən də olacaq, nə bilim, satılmış deyən də olacaq falan. Yox, əzizim, belə deyir. Belə deyir. Fikir ayrılığı normaldır. Bütün İslam alimləri arasında və elə bir məzhəbin də alimləri arasında. Bu normaldır və nə qədər də fikir ayrılığı var. İstər böyük məsələlərdə, mühüm məsələlərdə, istər balaca məsələlərdə, istər şəriət məsələlərində, hətta istər əqidəvi məsələlərdə. Nə qədər istəyirsən ixtilaf var. Elə o ixtilaflardan birinin yeri gəlmişkən sizə deyim, hələ də həll olunmayıb. Ay məsələsi. İndi çoxları da elə güman edir ki, biz hələ də ayı bilmirik filan. Yox əzizim, elə bir şey yoxdur. Bu günləri elm o qədər inkişaf eləyib ki, artıq indi qabaqcadan bilirsən ki, ay hansı ölkənin üstündə necə görsənir, nə qədər görsənəcək, görsənə bilər və s. Bunlar hamısı bilinir. Sadəcə insanların fikirləri bu məsələdə müxtəlifdir. Məsələn, Avropada ay görsənib. Bilirsiniz, bizdən qərbə Avropa, Avropadan sonra Atlantik okeanıdır, ondan sonra Amerika qitəsi, hə? Yaxşı. Avropada və Atlantik okeanının üstündə, biraz da Amerikanın şərqindən. Orada ayın görsənməsi, bəli, bizə dəxaləti var. Niyə? Çünki o qədər məsafə ilə bizim gecəmiz ortaq düşür. Diqqətlə qulaq asın, bu sizə ömürlük lazımdır. Ramazan ayında da lazımdır, Məhərrəm ayında da lazımdır, gündəlik həyatımızda da lazımdır. İndi bir nəfər boyun alıb, deyib ki, mən boyun alıram, inşallah xəstəm sağalsın, Allaha xatir nəzir eləyirəm, bir gün Rəbiül əvvəl ayının 21-də oruç tutacam. Gəlib də dilinə, deyib, nəzir eləyib. İndi bu necə bilməlidir ki, Rəbiül əvvəl ayının 21-i açandır. Ona görə bu ay məsələsi ilə bizə təkcə Ramazan ayında yox ki, Məhərrəmdə yox ki, bu həmişə bizə lazımdır. Çünki bizim dini ayinlərimiz, yadınızda qalsın, dini ayinlərimiz hicri qəməri ilə təşkil tapır, tərtiblənir. Bizim dini ayinlərimizin yanvar, fevral, mart, düzdür, bizim gündəlik həyatımız, bizim yaşayışımız, bizim sənədimiz, bizim rəsmiyyətimiz milad təqvimi iləndir. Bəli, bunu heç kəs də inkar eləmir. Amma bizim dini ayinlərimizin icrası hicri qəməri tərəfindəndir. Ona görə bu həmişə bizə lazımdır. Nə qədər İslam var, müsəlman var, şəriət var, o qədər də sənə bu məsələ lazımlıdır, faydalıdır. Ona görə diqqətlə qulaq asın, hamımız qulaq asaq bu məsələyə. Bu günləri İmam Hüseyin əleyhissalamın bərəkətindən bu problem bizdə bir dəvəli həll olunsun. Deməli, həmən qədər yerə qədər bizlə gecəsi ortaq. Gecəsi ortaq nə deməkdir? Yəni, eyni gecə, yox. Eyni gecə deyil. Sadəcə olaraq gecənin müəyyən hissəsi üst-üstə düşür. Məsələn, 2 saat gecələrimiz ortaqdır. Sonra onlarda gün çıxır, bizdə hələ gecə davam edir. Və yaxud bizdə gün çıxır, onlarda... Amma gecələrimiz 1-2 saatda olsa ortaqdır, ora qədər. Amma elə ki, getdin Amerikanın mərkəzinə və qərbinə, da oranın bizlə, gecəsi ilə, bizim gecə aramızda heç bir əlaqə yoxdur. Orada tam gündüzdür, bizdə tam gecə. Bizdə tam gündüzdür, orada tam gecə. Yaxşı. Deməli, ora qədər, madam ki, gecəmiz bizlə ortaqdır, 1-2 saatda olsa belə, ora qədər bizə lazımlıdır, bizə faydalıdır. Atlantik okeanı və biraz Amerikanın şərqindən. Qulaq as, yaxşı. İndi ay orada görsənib, adi gözlə görsənib, bizə, əvvəl teleskop edeyim, teleskopla görsənib, bizə indi kifayətdir, yoxsa yox? Sual verirəm hələ, cavab istəmirəm. Bizə kifayətdir, yoxsa yox? Yəni, Atlantik okeanında teleskopla görünən ayı mən burada ayın biri hesab eləyə bilərəm, yoxsa yox? Bir dənə sual. İkincisi,
Orada görsənib, amma teleskop yox, artıq biraz da böyüyüb, adi gözlə də görsənib. İndi mən bura tətbiq eləyə bilərəm, yoxsa yox? Bu bir də məsələ. Üçüncü məsələ, mənim öz üfüqümdə görsənib. Artıq ay gəlib. Çünki ay həmişə qərbdən doğar, gələr şərqə tərəf. Günəş şərqdən çıxar, gedər qərbə tərəf. Biraz da gəlib mənim üfüqümdə, yəni mənim ölkəmdə teleskopla görsənib və yaxud mənim üfüqümdə gözlə görsənib. Neçə dənə forma oldu? 4 formamız oldu. Yadınızda saxlayın. Bu məclisdən sonra cavanlar əyləşsinlər, bunu qəşən-qəşən yazsınlar özləri üçün. Deməli, bizim 4 şəklimiz var. Ay, gecəsi bizlə ortaq olan yerdə teleskopla görsənib, ay orada görsənib adi gözlə, ay mənim üfüqümdə teleskopla, mənim üfüqümdə gözlə. İndi ola bilər ki, bu eyni vaxtda hamı baş versin, bəli, mümkündür. Bəzən elə olur ki, ay elə adi gözlə də bütün gecəsi ortaq olan yerlərin hamında eyni vaxtda görsənir. Bəzən olur ki, yox, bir hissədə görsənir, o burada, bir hissə, yaxşı. İndi biz necə eləyək? Günün birin hardan götürək, əzizlərim? Başda dönərəm sizin, necə eləyək? Burada bir kimsə var, bir nəfər. O deyir ki, Atlantik okeanında teleskopla da görsənsə bizə bəsdir. Bir nəfər var, deyir, yox, teleskop yox. Peyğəmbər salavatların zamanında adi göz idi. Mən indi də o cür ehtiyat edirəm, mən qorxuram. Onun şəxsi fikri, onun fikridir. Onun fikridir, hörmətlə yanaş. Qəbul eləyirsən, eləmirsən, sən öz işində, amma hörmətlə yanaş, onun fikridir. Düz demir mənim fikrimə görə, eybi yox. Amma da hörmətsizlik eləmə ki, daha demək ki, o dindən çıxdı, o kafir oldu, o falan oldu. Bu olmaz axı. Bu olmaz axı, əzizlərim. Haçana qədər biz bu cür aydın, elmi məsələlərə görə ixtilaf salacaq öz aramızda, düşmənçilik yaradacaq. Yenə deyirəm, fikir ayrılığı, bəli, bu təbiidir. İndi alim də var, deyir, yox. Orada istər gözlə görülsün, istər teleskopla. Mənim üfüqüm heç aidiyyatı yoxdur. Mənim üfüqümdə gərək teleskopla görülsün. Bu da bir də alim. O bir alim deyir, yox. Atlantik okean heç mənə lazımdır, qaldı orada. Öz üfüqümdə teleskopla görmək də heç mənə lazımdır. Adi gözlə gərək mən öz üfüqümdə ayı görüm. Fikir verdiniz əzizlərim? İndi bunlar həmişə bir ola bilərlər? Yox. Bəzən bir olur, bəzən olmur. Və çox vaxtı da üst-üstə düşmür. İndi biz nə edəyək? Hansı birin? İndi birdən əgər mən o rəydəyəm ki, demirəm, əsl rəyim nədir, onu demirəm. Amma birdən mən o rəydəyəm ki, öz üfüqümüzdə göz adi gözlə görülməlidir. Mən bunda hələ qalmışam. Geridə qalmışam, eybi yoxdur. Mənə geridə qalan deyin, eybi yoxdur. Ancaq mən hələ bu fikirdəyəm. Sonra. Fikir verirsiniz əzizlərim. Fikir ayrılığıdır. Mənim öz fikrim var, öz dəlilim var, öz sözüm var. Məsələn. Və yaxud da əksinə. Mən deyirəm ki, Atlantik okeanında teleskopla da belə görülsə bizə də bəsdir. Çünki gecəmiz ortaqdır, bəsdir bizə. Mən bu rəydəyəm. Dəlilim var əlimdə. Özüm qani olmuşam. Başqası qani olar, əlhamdülillah. Olmaz, buyursun, öz fikrini əməlləsin. Siz an verirəm Allah, biz belə olsa problem olar. Düşmənçilik olar. İndi də bu illərdə görsən ki, alam dəyib bir-birinə, necə o filan. Bəli, gecəmiz ortaq olan yerdə, əgər kim orada teleskopla görməyi kifayət bilirsə, 5-i aşuradır. Kim əgər öz üfüqündə adi gözlə görməyi gözləyirsə, 6-sı da aşur. İndi mən birdən o rəyi götürüb 5-i eləsəm, mən dindən çıxıram. Xeyr, bu rəydir. Sən 6-sı ged aşura ab-havasını yaşa. Birdən mən bunu götürsəm, öz üfüqümdə görməyi 6-sı eləm, mən dindən çıxıram. Yox. Kiminsə adamı olam, xeyr əzizim, elə şey yoxdur. Bu fikirdir, bu rəydir. Peyğəmbər salavatullah aleyh və ali buyurub ki, ay görsəndi, ay sübut olar, hilal sübut olar. Amma ay harda görsəndi, onu deməyib. Sənin üfüqündə görsəndi, səndən qərbdə görsəndi, gecəviz ortaqda görsəndi, gələcəkdə texnologiya inkişaf eləyəcək, teleskopla da belə görsüz, kifayətdir, yoxsa bunları deməyib. Bir dən bunu deyib, sumu lirroya. Vaftur lirroya, yəni Ramazan ayının əvvəli, burada Ramazan ayı misaldır. Yəni ayın əvvəli sübut olur, ayı görməklə. Hansı görmək, harda görmək, bunun məsumların kəlamında yoxdur. Bu olur sənin, mənim iştihadım, alimin iştihadı ilə olur. Nə problem var ki burada? Sən verirəm Allaha, nə problem var burada?
Ona görə əzizlərim, inşallah bir zaman gələr. Bizdə bu ixtilaf, fikir ayrılığın mədəniyyət kimi qəbul eləyərik, inkişaf kimi qəbul eləyərik. İndi bax, mən bunu dedim sizə, indiyə qədər ola bilsin bunları eşitməmişdiniz. Bu cür təfsilatı ilə. İndi eşitdiniz, hamımız gedib axtaracaqsınız. Cavanlar xüsusilə axtarışa çıxacaq. Nə deməkdir? Ağa dedi ki, gecələri ortaq olan, nə bilim, filan olan. Nə qədər elm artacaq, nə qədər marif artacaq, nə qədər biliyimiz. Buna görə deyirik ki, fikir ayrılığı mədəniyyətdir, fikir ayrılığı inkişafdır. Allah Quranda necə buyurur? Buyurur ki, وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلًا Biz sizi xalqlara ayırdıq. Biz sizi qəbilələrə ayırdıq. Xalqlar yəni eyni dilə malik olan insanlar. Qəbilə ondan da balacadır. Ola bilsin, eyni dildə hamımız danışırıq, mənim qəbiləm ayrısa. Allah deyir ki, mən onları ayırdım xalqlara və qəbilələrə. Niyə ayırdın ilahi? Elə hamımız Adamdan idik. Bir millət olardı, bir xalq olardı, bir dövlət olardı, bir dənə olaydı, qutaraydı, bizim də canımız qutaraydı. Deyir, yox. Elə olsaydı inkişaf olmazdı. Mən sizi xalqlara və qəbilələrə böldüm. Qurana bax. Li-ta'arafu. Ta'aruf nə deməkdir? Yəni qarşılıqlı bir-birini tanımaq. Qurban olaram Allahın kəlamına, sözünə, ayəsinə, ayəsində olan kəlməyə. Gör nə deyir bizə? Li-ta'arafu. Qarşılıqlı bir-birinizi tanımaqdan ötürü. Əgər biz xalqlara bölünməsəydik, yeni mədəniyyətlər ortaya çıxmazdı. Əgər biz qəbilələrə bölünməsəydik, yeni adətlər ortaya çıxmazdı. Yeni mədəniyyətlər və adətlər bəşəriyyətin inkişafına kömək oldu. Bəşəriyyət inkişaf elədi. Müxtəlif dillərin yaranması inkişaf elədi insan ağlın. Yoxsa elə bir dildə insanlar danışırdı. O günləri gördüm sosial şəbəkədə, siz də əlbət görmüşsünüz. O Afrikada hələ bir dənə qəbilə var. Danışmırlar bir-birləri ilə, hələ səslə. Məsələn, ər gəlir evə, məsələn, deyir, arvad bilir ki, acıyıb. Arvad deyir ki, məsələn, bilir ki, bu xorey hələ hazır deyir. Biz də o gündə olardı, Quran haqqı o gündə olardı. Allah deyir, mən elədim. Həmən insandır da, vallahi elə mənim kimi insandır, sən demirəm, mənim kimi insandır, elə o. Vallahi həmən ağıldır, həmən ruhdur, həmən qəlbdir, həmən ciyərdir, qaraciyər, ağciyər, öd, mədə, hamı eyni elə odur. Niyə qalıb hələ o gündə? Niyə? Çünki təcrid olunub cəmiyyətdən. Təcrid olunub cəmiyyətdən. Məhəllə insanı olub, məhəllə insanı. İnsan gərək məhəllə insanı olmaya. İnsan gərək dünya insanı ola, məhəllə insanı yox. Bizim bəzi dindarlarımız da hələ məhəllə dindarıdır. Yox, çıxın məhəllədən. Çıxın kətdən, çıxın rayondan, çıxın şəhərdən, çıxın Azərbaycan, çıxın dünyaya, çıxın mədəniyyətinizi tanış edin. Öyrənin onlardan, özünkiləri də öyrədin. Onda olar inkişaf, onda olar qabağa getmək, onda olar bəşəriyyətin inkişafı. Yoxsa elə bir dənə ki, qəbiləmlə oturmuşam evin içində elə, mən A elədim, o biri Qu elədi, o biri Qa elədi. Bununla inkişaf olmaz ki. Allah deyir, mən sizi xalqlara böldüm, qəbilələrə böldüm, li-ta'arafu, qarşılıqlı bir-birinizi tanıyasınız, mədəniyyət bölgüsü aparasınız, fikir bölgüsü aparasınız bir-birinizdən, onda inkişaf eləyərsiniz, onda qabağa gedərsiniz. Yaxşı. Qayıdıram həmən alimimizin izahına. Gör necə izah eləyib Həzrət Əlinin sözü. Həzrət Əli dedi ki, qadınların ağılları gözəlliyindədir. Kişilərin gözəlliyi ağıllarındadır. Bunu gör necə izah eləyib. Deyir, Həzrət Əli demək istəyir ki, bunu biraz ehtiyatlı olun, qardaşlar, çəkirsiniz, sonra sözümü götürüb kəsəcəklə, deyəcəklə, ağa da belə deyir. Mən belə demirəm, o alimin sözünün izahını deyirəm. Amma adamın əti tökülür. Deyir ki, bu mənası budur ki, yəni qadının ağlına baxmayın da, elə gözəlliyinə baxın, bəs eləyər. Onsuz da ağlından bir şey feyz anlamayacaq. Bu cür izah eləsin Həzrət Əlinin bu qiymətli sözün, əlbəttə insanlar deyəcək bu aşağılamaydı. Əlbəttə insanlar deyəcək bu təhqirdir. Ya inkar eləyəcək, deyəcək ağam belə söz deməz, ya da bəziləri var ki, deyəcək ki, hələ ağa deyib, elə düz deyib. Amma mən sizə deyim, qısa, düz deyib, bu hədisin bir dənə izahında görmüşəm, bir dənə alim kitab yazıb. Amma mən bir dənə kəlmədə sizə sadə deyəcəm bunun izahını. Ağamız Həzrət Əleyhisselam buyurur ki, qadınların ağılları gözəlliklərindədir, yəni ağıllı qadının işi gözəl olar, səhmanı gözəl olar.
onun gözəl işindən, nəticəsindən o övlad tərbiyə eləyər, hamı onun tərbiyəsini nümunə göstərər. Orada bilərsən ki, bu ağıllı qadındır. Siz and verirəm Allah, burada aşağılamaq var, yoxsa burada fəzilət var? Burada fəzilət var ana üçün, qadın üçün ki, qadın, sən gözəl iş görməlisən. Gözəl iş görməlisən, təmiz iş görməlisən, səliqəli iş görməlisən, səhmanlı, sən gözəllik yaratmalısan. Gözəllik yaradan olmalısan sən. Və əksinə, kişinin gözəlliyi ağlındadır nə deməkdir? Bəli, kişi ola bilər ki, işində, səhmanında yox, onun ağlına, əgər ağlı gözəldirsə, ağlı varsa, həmişə gözəl olacaq. Bu nə qədər fərqlidir, o izah hara, bu məsələ hara? Bəli, qadınların, ağılların, onların işlərinin gözəlliyi ilə, səliqəsi ilə, səhmanı ilə, təmizliyi ilə, paçlığı ilə bilinər. Kişilərin də gözəlliyi onun ağlı ilə bilinər, dərrakəsi ilə bilinər, düşüncəsi ilə bilinər, dünya görüşü ilə onun gözəlliyi bilinər. Daha kişi durub, getməməlidir ki, məsələ, indi onsuz da mod düşə bilin, biraz olsa bəlkə kişilər də getdi. Ne deyəsən? Olmaz, belə olmaz. O vaxtda bir dənə Şeyx Ənsarinin yanına bir dənə Hindistanlı uşağın gətirdi, Şeyx Ənsarinin yanına. Dedi ki, ağa bu sənin yanında tələbə olsun. Ağa belə baxdı, ağanın gözləri zəif olub Şeyx Ənsari ağanın. Kitabı oxuyanda belə oxuyarmış. Onunla Şeyx Ənsari olub. Bu gözün qiyamət günü necə cavabını verəcək bilmirəm. Belə oxuyurum. Şeyx Ənsari belə bir dənə baxdı bu Hindistanlı uşağa, dedi ki, atasına sən bu uşağı özünü yorma, bu uşağı da yorma. Bundan alim olmaz, bunu göndər geçsin, yəni apar özündən başqa sənət seç. Dedi ki, bildim, baş üstə, sözün mən üçün qəbuldur, alimsən, ağasan, amma nə gördün ki, mən bu uşağımda belə dedim? Dedi, bu uşağın əyninə bir dənə paltar geyinib, 28 dənə düyməsi var. O olur axılarda uzun geyinirlər belə qabağında. Dedi, bu hər dəfə 28 dənə düyməni açıb bağlayanda bunun yarım saat vaxtı, bunun harada qalacaq vaxtı? Yəni, bəzən belədir, yəni bir oğlan uşağı bu günləri istəyir ki, 3 saat qalsın güzgün qabağında, fen filan, obri, sonra deyir ki, işləri çalışmalısan, işte, demirəm, səliqəvə baxma. Səliqəvə də bax, səhmanvə də bax, təmizliyivə də bax. Amma sən bilginən ki, sənin gözəlliyin ağlındadır, sənin gözəlliyin simavın ağ, qara, qırmızı olmayında deyir, əzizim. Sən Allah kişi yaradırsan, çalışmalısan, peşə sahibi olmalısan, elm sahibi olmalısan, mərifət sahibi olmalısan, sən bunun üçün Allah yaradır. Yaxşı. Bu gecə bu mövzu ilə qutaracaq Allahın köməyi ilə, Allahın izni ilə inşallah. Deməli, əzizlərim, Kərbəla məktəbinin biz insanlara, bəşəriyyətə verdiyi ən böyük hədiyyənin biri budur ki, biz orada gözəllik nümunələrini görürük. Gözəllik nümunələrini görürük. Hamı bir-birindən gözəl. Və dünən gecə nümunələrin bir neçə nümunə dedim sizə. Amma ondan bitmir, ondan qutarmır. Nə qədər istəyirsən, Kərbəlada sən gözəllik görə bilərsən. İxlas görə bilərsən, paçlıq görə bilərsən, vəfa görə bilərsən, sədaqət görə bilərsən, bir-birə etibar görə bilərsən, dözüm görə bilərsən, səbir görə bilərsən, şücaət görə bilərsən. Yəni, nə deyəsən, yəni nə qədər gözəllik bilirsən, gözəlliyə dəlalət eləyən söz və məna, sən onu gəlib Kərbəla meydanında tapa bilərsən. Yenə deyirəm, Peyğəmbər Salavatullahda da bu var, Həzrət Əlidə də var, xanım Fatimə Zəhrada da var, İmam Həsəndə də var və digər imamlarımızda da var. Və onların izləri ilə gedənlərdə də var bu. Amma bir məktəb kimi, bir hadisə kimi, bir tarix kimi, bunlar hamı birlikdə cəm olub Kərbəla meydanında. Ona görə İmam Hüseyin əleyhissalamın ziyarətnamələrini oxuyanda, o ziyarətnamələrin içərisində bir dənə ziyarət var, adı Ziyarətul Varis. Çünki İmam Hüseynin ziyarətnamələri yadınızda qalsın. Ümumiyyətlə ziyarətnamalar təkcə İmam Hüseynin yox. Bu məsumların və imamzadaların ziyarətnamələri ki var, gedəndə əvvəl oxuyursanız ziyarətnaməni. Əssalamu aleykə yəbnə Rəsulillah, salam. Bu ziyarətnamələrin bəziləri məsumdandır. Bəziləri isə insanlar tərəfindən, yəni alimlər tərəfindən düzəldilib.
Misal üçün bir dənə kəndimizdə İmamzadə var. Oradan biri gəlir mənə deyir ki, ağa nə olar, bir dənə bunun üçün ziyarətnamə yaz. Qoy gələnlər, gedənlər oxusun. Mən də götürürəm, ərəb dilində yazıram. Əssalamu aleykə yəbnə Rəsulullah. Ey Peyğəmbər balası, Seyyiddir də, İmamzadədir. Ey Peyğəmbər balası, sənə salam olsun. Sənin pak məsum babalarına salam olsun, atalarına salam olsun. Biz bura ziyarətə gəlmişik, Allaha xatir səni ziyarət eləyək, amma məqsədimiz Allaha yaxınlığı və s. Yəni, bunları götürürəm, ərəbcə yazıram, ziyarətnamə asılıyor orada. Olur. Və belə də var, nə çox da ziyarətnamə bu cür var ki, alimlərimiz onu tərtibləyiblər. Amma bəzi ziyarətnamələr var ki, onlar məsumdur, sənədi məsuma çatır. Yəni, İmam Sadiq əleyhissalam gəlib Kərbəlaya öz cəddini bu sözlərlə ziyarət eləyib. O ziyarətnamələr önəmlidir, yadınızda qalsın. O ziyarətnamələr müqəddəsdir. O ziyarətnamələr mübarəkdir. O ziyarətnamələr gərək öyrənilsin. Kəlmə öyrənilsin. Çünki o ziyarətnamələrdə kim ziyarət olunursa, onun ali məqamı izah olunur. Həmən ziyarətnamədə. Məsələn, Həzrət Əleyhisselamın ziyarətnaməsi, məsum İmam Həzrət Əliyə dediyi sözlər bizə Həzrət Əlinin məqamını tanıtdırır. Xanım Fatimə Zəhranın ziyarətnaməsi həmçinin, digər imamlarımızın həmçinin. İmam Hüseyin əleyhissalamın da ziyarətnamələrinin içərisində bir neçəsi var ki, məsum imamdandır sənədi. Məsələn, ziyarət-i Aşuradır, sənədi imamdandır. Ziyarətül Varisdə sənədi imamdandır. Məsum imamdandır. Ziyarətül Varisdə imam necə ziyarət eləyir? Fikir verginə, məsum imam. Əssalamu aleykə ya varisə Adəmə səffətillah. Əssalamu aleykə ya varisə Nuhin nəbiyyillah. Əssalamu aleykə ya varisə İbrahimə xəlilillah. Əssalamu aleykə ya varisə Musa kəlimillah. Əssalamu aleykə ya varisə İsa ruhillah. Əssalamu aleykə ya varisə Muhammedin Habibillah. Niyə görə bu cür ziyarət? Niyə görə bütün peyğəmbərlərin varisi adlanır İmam Hüseyin əleyhissalam? Və niyə görə hansı peyğəmbər ulul əzm peyğəmbərin adı çəkildi burada? Ardınca bir sifəti çəkildi. Adəmdə səffətillah, Nuhda nəbiyyillah, İbrahimdə xəlilillah, Musada kəlimillah, İsa'da ruhillah, bizim əziz peyğəmbərimizdə Habibullah. Niyə bu sifətlər önə çəkildi? Niyə imam ziyarət eləyəndə bu sözlərdən istifadə elədi? Ziyarətnamə gözəl çıxsın, yox, əzizim, imam gözəl çıxsın üçün söz demir. İmam həqiqət üçün söz deyir. İmam reallığı bizə başa salır, həqiqəti bizə izhar eləyir. Bizə kimi ziyarət eləyirsə, onun məqamını bizə tanıtdırır. Deməli, Adəmin səffətullahi sifəti kimdə təcalla eləyir? İmam Hüseyin əleyhissalam. Nuhun nəbiyyullah sifəti, indi biri burada deyəcək ki, o deyir ki, peyğəmbər, yox. Peyğəmbərin işi ayrı bir şeydir. Peyğəmbərin peyğəmbərliyi ayrı bir şeydir. Peyğəmbərin peyğəmbərliyi bizim əziz peyğəmbərimiz Xatəmül Ənbiya Muhammed ibn Abdullah sallallahu aleyhi və aleyhi və səlləmdə xətm oldu, bitdi. Peyğəmbərlik bitdi, rəsulluq bitdi. Amma işi necə? İş də bitdi. Xeyr, iş bitmədi. Peyğəmbərin işi nədir? Din, şəriət o qiyamətə qədər davam edir. Ona görə Nəbiyyullah sifəti təcəlla edir. Xəlilullah sifəti İbrahimin təcəlla edir İmam Hüseyndə. Yəni başqa sözlə, İmam Hüseyin əleyhissalam və Kərbəla bütün peyğəmbərliyin sifətlərin, gözəlliklərin özündə cəm eləyir. Budur məsələ. Ona görə də nə qədər gözəllik axtarsın, onu Kərbəla meydanında tapacaqsın. Amma ən çox misalı da vəfa, sədaqət. Mən elə bilirəm ki, elə vəfa bu cür elədi. Vəfa, sədaqət. O gətirdi, bu həddə çatdırdı, Kərbəlanı bu qədər əzəmətli elədi. O sifət çox önə çəkilir. Məsələn, Hürrün vəfası, kimə vəfası? Xanım Zəhraya vəfası. Hür necə hidayət oldu? Heç sual vermişsiniz. Hür necə oldu axı? Yəni Hür İbn Ziyadın sərgərdələrindəndir, Kufə sərgərdələrindən, Bəni Ümeyyənin əmrindədir. Bəni Ümeyyənin elə əskərləri ilə, İbn Ziyadın əmri ilə gəlib İmam Hüseyin əleyhissalamın
qarşısında dayanıb, birinci onun yolunu o kəsib. Necə oldu axı? Necə oldu? O qədər özü əvvəl 1000 əskərlə, sonradan yavaş-yavaş Kufədən gələ artdı İbn Ziyadın ordusu, Yezdin ordusu. Amma əvvəli Hür 1000 nəfərlə gəlib kəsmişdi qaba. Bəs necə oldu? Bilirsiniz necə oldu? İmam Hüseyin əleyhissalam Hürrə dedi ki, Hür yolu aç, mən getməliyəm. Dedi, Hüseyin mənə əmr olub ki, səni harda gördüm, ya qarşıvı kəsib saxlamalıyam, ya da səni qolu bağlı aparmalıyam Kufiyə. Bunu deyəndə İmam Hüseyin əleyhissalam qəzəbləndi. Dedi, Thəkəllətkə ummuk, anan matamıva otursun Hür, anan yasıva otursun Hür. Bu, ərəblərdə məşhur sözdür. Yəni, sən öləsən, anan sənin matamıva otursun da. Yəni, bir adama ölüm arzulamaydı. Dedi, Thəkələtkə ummuk, anan matamıva otursun. Hür, sən məni qolu bağlı aparırsan. Hür dedi ki, Hüseyin, ey Əlinin oğlu, mənə indiyə qədər belə bir söz heç kəs deməmişdi və deyə də bilməzdi. Kim də desəydi, cavabını alardı. Amma sənin anan ki, xanım Fatimətü Zəhradır, mən sənə heç də deyə bilmərəm. Yəni, mən necə deyim ki, xanım Fatimənin kədərli olmayına mən razı ola bilmərəm axı. Qəmli olmağına razı ola bilmərəm. Mən necə bu söz sənə deyə bilərəm? Bax, xanım Fatimə Zəhra salamullah əleyhaya bu qədər hörmət səbəb oldu ki, Aşura günü Hür baxdı sağa, baxdı sola, dedilər, Hür yaman təşvişdəsən. Aşura günü artıq qoşun çoxalıb, Ömər bin Səd də gəlib, Şimr ibn Zülcövşən də artıq gəlib. Dedilər, Hür yaman təşvişdəsən. Biz səni belə görməmişik, sən cəngavərsən. Bu qədər döyüşlərdə səni görmüşük, sən yaman təşvişdəsən, yaman həyəcandasan. Orada bu cavabında bu sözü dedi. Dedi, inni uxayyir nəfsi beynəl cənnəti və nar. Dedi, mən özümü cənnətlə cəhənnəmin arasında görürəm. Yəni, o tərəf cənnət, bura cəhənnəm. Mən özümü cənnətlə cəhənnəmin arasında görürəm. Amma and olsun Allaha, cənnətə heç nəyi dəyişməyəcəm. Cənnətə heç nəyi dəyişmək olmaz. Bunu deyib, atın sürdü, keçdi İmam Hüseyin əleyhissalamın tərəfinə. Allahın verə izzətinə, cəlalına, Allah bizim də aqibətimizi xeyr eləsin. Allah bizi İmam Hüseynin məhəbbətindən ayrı salmasın. Bu günləri, bu gecə Bab el-Həvaic Əli Əsxərin inşallah qapısına təvəssül eləyək. İşıqları tam söndürmək demirəm, amma biraz azatsınlar qardaşlar, biraz azatsınlar. Bab el-Həvaic Əli Əsxərin qapısına gedək. Bilirəm, çətin dönəmdir, hamımızın dərdi var, hamımızın xəstəsi var. Allah şəfa versin inşallah. Hamının çətinliyi var, kiminin maddi, kiminin mənəvi. Ona görə bütün bunları nəzərə alay, bütün bunları nəzərə alay. O Bab el-Həvaic hacətlər qapısı olan 6 aylıq balanın qapısına gedək. Çünki çox ağır müsibətdir, bəsdir bu qədər. Çox ağır müsibətdir, çox ağır müsibət. O qədər ağır müsibətdir ki, İmam Sadiq əleyhissalam nə qədər yaşadı, İmam Sadiq əleyhissalam ən çox yaşayan imamdır, 65 yaşında şəhid olub, İmam Sadiq 6-cı imamımız. Nə qədər yaşadı, yaşadığı müddətdə qabağına bir dənə Bəni Əsəd qəbiləsindən kimi görsəydi, mömin də olsaydı, mömin olmasaydı, fərq eləməzdi. Bəni Əsəd qəbiləsindən kimi görsəydi, ağaya gələrdi, məsələn, yolda keçəndə, ya yanına gələndə və s. Ağaya ki, salam verərdi, ağa deyərdi, ələykəssalam. Elə ki, özünü tanış verəndə, deyəndə ki, mən Bəni Əsəd qəbiləsindənəm və yaxud ağa onu qabaqcadan tanıyardı, bilərdi, bu Bəni Əsəd qəbiləsindəndir, ona bu sözü deyərdi. Deyərdi ki, siz Bəni Əsəd bizim qəlbimizi yandırmışsınız. Deyərdilər ki, ağa biz neynəmişik? Deyərdi ki, hərmələ sizdəndir, sizin qəbilədəndir. Bizim qəlbimizi yandırıb, ürəyimizi yandırıb.
Bu qədər ağır müsibətdir bu. Bu qədər ağır müsibətdir. Və o qədər ağır müsibətdir ki, mən bir kitabda oxumuşam bunu. Bir dənə məqtəldə mən özüm oxuduğumu indi sənə deyirəm. O qədər ağır müsibətdir ki, hərmələ bilirsiniz də, qəsavət qəlbinə məşhur olub ki, qəlbi qəsavətlidir. Daş ürək adam olub. Muxtarın qiyamında onu gətirdilər Muxtarın hüzuruna. Həmən kitabda belə yazılıb. Muxtar ona sual verdi. Dedi, hərmələ, bilirəm qəlbin qəsavətlidir. Amma mən bu sualıma cavab ver. Heç olub ki, ürəyin nəyəsə yansın, haçansa bir ürək yanğısı səndə olub nəyəsə. Dedi, Muxtar, bilirəm son nəfəsimdə düzün deyəcəm. Aşura günü Əbəlfəzin sağ gözünə də oxu mən vurdum. İmam Hüseynin sinəsinə də oxu mən vurdum. Amma ürəyim yanmadı. Amma düzün desəm bir yerdə mənim də ürəyim yanıb. Muxtar dedi, harda? Dedi, o vaxt ki, o 6 aylıq körpə atasının boynunu qucaqladı, onda mənim də ürəyim yandı. Hərmələni yandıran balanın gedirik müsibətinə ya. Bunları müqəddimədir. Bu hələ zikri müsibət deməmişəm. Müqəddimədir bu. Müqəddimədir, müqəddimə. Ki, görək biz kimin qapısındayıq, onu görək. Əmilərim, dayılarım, qardaşlarım, balalarım, analarım, bacılarım, biz bunu hiss eləyə, biz hansı qapıdayıq? Bizə Allah gör nə qismət eləyib, şükürlər olsun ona. Həmd olsun ona. Gör bir hansı qapıdayıq ya biz. Biz o qapıdayıq ki, İmam Sadiq deyir ki, kimin hacəti olsa, Allahı 3 dəfə and versin məzlum qana. 3 dəfə. Allah onun hacətini verər, duasını müstəcab eləyər. Dedilər, hansı qandır o məzlum qan? Atan Hüseynin qanı, dedi, yox. Əmin Əbbasın qanı, dedi, yox. Dedi, Əli Əsxərin qanı. Onu 3 dəfə, Allaha 3 dəfə ona and versiniz, Allah hacətinizi verər, duanızı müstəcab eləyər. Allah şahiddir, mən bunu bir dəfə Moskvada məclisdə demişdim. Bir həftə keçdi üstündən, bir həftədən sonra bir uşaq yaxınlaşdı mənə. Dedi, ağa Rəşid, bir dənə istəyirəm sənə söz deyim. Dedim, buyur. Dedi ki, mənim bir dənə problemim vardı, 20 ildə həll olmurdu. Keçən həftə səndən bunu eşitdim, əməl elədim, 20 ilə həll olmayan problemim bir həftə həll olunub. Dedim, mənim buna şəkkim yox idi ki, mən bunu deyəndə bilirdim nə deyirdim. Mən buna şəkkimiz yoxdur ki bizim. Bu həqiqətdir bu. Biz bu balanın, Əli Əsxərin müsibəti hamın yandırır. Hər kəs eşidir bu müsibəti, qəlbi yanır və necə də yanmasın. 6 aylıq körpə atasının qucağında oxlanıb. Amma ən çox, sizə bir sual verirəm. Ən çox bu müsibət kimi yandırar sizcə? Ən çox. Bu sualın cavabını elə bilən bizdən çox pərdənin arxasında oturan analar bilirlər. Çünki bu müsibət ən çox rübabı yandırır. Ananı yandırar. Bəli. Psixoloji alimləri bilsən nə deyirlər? Deyirlər ki, bu dünyada məhəbbət çoxdur. Qardaşın qardaşa məhəbbəti, atanın oğula məhəbbəti, oğlun ataya məhəbbəti, əminin qardaş oğlu. Maşallah, çoxdur məhəbbət. Amma ən güclü məhəbbət bilirsinizdir hansıdır? Deyir, ananın balaya məhəbbəti. Sonra bilsən nə deyirlər? Deyir, bundan da güclü ananın süd verən balasına məhəbbət. Yenə deyirəm, bunu da analar bilir, biz bilmərik bunu. Ona olan məhəbbət, o müqayisəyə gəlmir, o ölçüyə gəlmir, o məhəbbət. O nə qədər əzizdir, anıya o bala, o süd əmər bala, nə qədər əziz olur. İndi rubab nə haldadır, rubab nə haldadır? Mənim əziz qardaşım bugün mənə bir şairin bir şeirini atıb, onu oxuyum sizə inşallah, sonra sözümüzü davam eləyəcək. Gör nə yazır şair, deyir, mən rübabəm, rübabın dilindən yazır, deyir, mən rübabəm, sənə möhtacəm Əli, satma məni. Sənə möhtacəm Əli, tək qalmışam Əli, balasız qalmışam Əli. Mən rübabəm, sənə möhtacəm Əli, satma məni. Getmisən sinə-i Zəhraya, gəl, atma məni.
Bəxtiqara anavam, gəl bala ağlatma məni. Söz verirəm bala, gəlsən səni çox saxlamaram. And ola öz canıva, day qoluvu bağlamaram. Bunun üçün də əziyyət çəkirdi Rübab. Ana uşağı qundağa bağlayar da. Bəli, bağlayar, bilirəm bağlayar. Amma bilsəydim ki, 6 ay yaşayacaq bağlamar. Bilsəydim cəmi ömrü 6 aydı bağlamazdım. Balası oxlanan ahulara qoşdum özümü. O ana ceyranın yanındaki balasını vurub. Balası oxlanan ahulara qoşdum özümü. Qanlı qundağıvı gördüm, bala yumdum gözümü. Oğlu ölmüş analar yaxşı bilərlər sözümü. Mən şəhid analarından üzr istəyirəm. Mən oğlu ölən analardan, atalardan üzr istəyirəm bu sözə görə. Oğlu ölmüş analar yaxşı bilərlər sözümü. Analıq atifəsin hər ana qəlbində əkər. İndi bildim balası ölmüş analar nə çəkər. Ona görə Şam-ı Qəribanda xanım Zeynəb birdən yarı yanmış çadır tapmışdı. Qızları, gəlinləri, balaları toplayırdı onun altındakı. Gecənin qaranlığında Kərbala çölündə ayaq altda qalmasınlar, itməsinlər, yığırdı. Bir də baxdı, gördü Rübab yoxdur. Rübab yoxdur, xanım Zeynəb tez Ümmü Külsümə dedi ki, sən qal qızların, gəlinlərin yanında, mən Rübabı tapım. Mən qardaşımın yadigarını tapım. Rübab, hardasan Rübab, hardasan Rübab? Bu cür deyə gəzir Kərbəlanı. Gəldi bilirsə harda tapdı Rübabı. O İmam Hüseyin Aşura günü qılıncın ucu ilə bir balaca qəbir qazıb Əli Əsqəri dəfn eləmişdi. Xeymələrin arxasında. Sonra İmam Zeynabdin ağa şəhidləri dəfn eləyəndə onu oradan götürdü, qoydu İmam Hüseynin sinəsi üstə. İmam Hüseynin vəsiyyətidir İmam Zeynabdin ağaya ki, balam mənim sinəm üstə qoyasın. Balam mənim sinəm üstə qoyasın. Gəldi xanım Zeynəb, gördü Rübab o xeymələrin arxasında o balaca qəbrin üstünə uzanıb, sinəsin dayıb, ürəyin dayıb, yanan ürəyin o qəbrinə. Belə deyir, oğul, bala, səndən sonra Fəratın yolunu açdın. Səndən sonra bizə su verdilər, bala, dur. Dur. Amma İmam Hüseyin əleyhissalam götürdü 6 aylıq balasını, gəldi, qaldı. Ömər ibn Sədin ordusu ilə üzbəyüz. Dedi, bəlkə məni günahkar hesab edirsiniz. Bu balaca balanın nə günahı var? Buna heç olmasa bir içim su verin. Orada hərmələ elədi, ətraflı danışaram sizə Aşura günü inşallah. İndi İmam Hüseyin qayıdır, xeymələrə qayıdır. Necə qayıdır? Necə? İnsan necə qayıdar? 3 gün susuz olan balasını aparıb, bir içim ona su alım, oxlayıblar ata qucağında, bu cür qayıdır. Yanan ürəyivə qurban olum Hüseyin. Dərdüvə, qəmüvə qurban olum Hüseyin. Çəkdiyim müsibətlərə qurban olum Hüseyin. İndi elə bir hamımız fikirləşək də, biz də o vaxtı məsələn xeymədəyik. Susuzluqdan ağlayan uşağı ata aparıb, deyib su üçün aparıram. İndi gəlir uşaq daha ağlamır, nə fikirləşərsən? Sən an verirəm Allaha, nə fikirləşərsən? Hamı fikirləşər ki, şükür Allaha, uşaq su içib dincəlib. Ona görə Səkinə gördü ki, uzaqdan Əli Əsqər ağlamır, Səkinə sevinə qaçdı İmam Hüseynin qabağına. Ata, baba, qardaşıma deyəsən su tapdın.